yandan əsən külək. Yandan əsən külək nə işə baxır? Bu nişanın yeganə məqsədi odur ki, sən getdiyin yolda xüsusi hava dəyişikliyi ilə müşahidə olunan bir əraziyə girirsən. Yəni, tutaq ki, o yolun adı həmişə yadımdan çıxır ya, acı bağırsaq kimi uzanır. Kürdəmir. Yox, Kürdəmirdir. Bakıdan çıxarmaz. Flügerdir yoxsa? Yox, flüger küləyi ölçən cihazdır. Bu, təxminən onun mənasını verir ki, hə, yəni burada sərt külək var. O bir dənə yol var, bığ restoran zat var yolda, rayona gedəndə. Kürdəmirdir, değil mi? Yox, Kürdəmirdir. Yox, Kürdəmir yoldur, amma ərazi. Ərazi olaraq ora. Qarasu, Hacı Qabul, Qarasu. Yox, biraz da Bakıya yaxındır. Ələtdən də soram da. O yol, sözümün məqsədi yox. Sözümün məqsədi nədir? O yol dərəli təpəlikdir. Bir də görürsünüz, orada elə külək olur ki, maşını Qobustan, o Qobustan yolunda bir də görürsünüz. Hə, bəli də, yəni bəli demək. Bakıya yaxın dedik. O yolda bir də görürsünüz, elə külək olur və orada yolda bu nişanı qoymaqda məqsəd odur ki, sən gedirdin normal yolla, gəlib o Qobustanın içinə girəndə orada çox küləkli olur. Çünki orada dərə təpədir və təzyiq fərqi olduğuna görə küləklər yaranır. Və belə vəziyyətdə sürücü, yəni siz təcrübəli sürücü olaraq bilməlisiniz ki, küləyin hardan əsdiyini, sağdan və ya soldan gəldiyini bilmirsiniz. Bu nişandan heç cür təyin eləmək olmur. Ona görə də mümkün qədər yolun ortasına yerləşirsiniz. Sağdan gəlsə sola yerləşə bilərsiniz. Əsas məsələ yoldan çıxmamağınızdır. Yəni protivə çıxmaq qorxusu yoxdur. Əsas məsələ yoldan tullamasınız. Öz zolağının, yəni yolun ortasına yox, öz zolağının ortasından gedir söhbət. Müəllim, konusdur o. Təxminən elə bir şeydir, konusa yaxın bir şeydir. Və zolağın ortasına yaxınlaşırsınız və sürətinizi azaldırsınız mümkün qədər. Çünki külək güclü olsa aşırıda da bilər maşını hətdən. Çox aşırı.